Salam hörmətli izləyicilər. 9-cu siniflər üçün buraxılış imtahanı nəzdində hazırlanmış kitabda, deməli, modul 1, 4-cü səhifənin izahını verəcəyik. 4-cü səhifədə ilk sualımız 12-ci sualdır və sualımız belədir. Koordinat müstəvisində absis oxuna paralel olan el düz xətti üzərində yerləşən A və B nöqtələri verilmişdir. Deməli, bu misal üçün A, B, C, D variantları var ki, biz onları izah verməliyik, məlumatlandırmalıyıq, suallarını cavablandırmalıyıq. Deməli, ilk öncə sağ tərəfdəki şəkilə diqqət edirik. Burada koordinat oxları X oxu, Y ox qeyd olunub və deməli, X oxuna paralel el düz xətti çəkilir. Deməli, birinci şərti belədir. A və B nöqtələrinin koordinatlarını yazın. Diqqət etsək şəkilə A və B nöqtələri el düz xətti üzərindədir. Deməli, A nöqtəsi el düz xətti üzərindədir, B nöqtəsi el düz xətti üzərindədir. A nöqtəsinin apsisinə diqqət etsək 4-dür, ordinatı isə, yəni Y-in qiyməti isə 3-dür. Yəni, B nöqtəsi də el düz xətti üzərində olduğundan onun ordinatı 3-dür, apsisi isə 10 olduğu şəkildən aydın görünür. Deməli, birinci şərtimiz artıq hazırdır. A nöqtəsinin koordinatları 4, 3, B nöqtəsinin koordinatları 13 olar. B variantına baxırıq. El düz xətti üzərində A nöqtəsindən məsafəsi A və B nöqtəsi arasındakı məsafədən 2 dəfə çox olan C nöqtəsində qeyd edin və koordinatlarını yazın. Mümkün 2 variantı göstərin. Burada mümkün 2 variant belə ola bilər ki, A nöqtəsindən eyni məsafədə sağ tərəfdə yerləşə bilər, A nöqtəsindən eyni məsafədə solda yerləşə bilər. Bu şəkildə daha çox qaralama olduğunu nəzərə alaraq digər bir şəkil qurduq ki, görünsün, belə deyək. Deməli, bizə belə deyir sualda, A nöqtəsindən məsafəsi AB məsafəsi qədər, yəni AB məsafəsindən 2 dəfə çox olan C nöqtələrini qeyd edilir. Yəni, C nöqtəsini qeyd edilir. Baxaq, A nöqtəsi buradır. A və B nöqtəsi arasındakı məsafəyə diqqət edək. Buradan da baxa bilərik. 4-dən 10-a qədər 6 məsafə var. Və burada da 4-dən 10-a qədər 6 məsafə varsa, deməli, bu 6 məsafəsindən 2 dəfə çox olmalıdır. Yəni, 12 olmalıdır. Və burada 4-dürsə, 12 vahid çox məsafədə C nöqtəsi yerləşməlidir. 4-ün üzərinə 12 gəldikdə 16 edər. Digər tərəfdən, AB məsafəsi nədirsə, ondan 2 dəfə çox olacaq deyirsə, AB məsafəsi deməli 3 hissədən ibarətdirsə, deməli, digər 3 hissəni də əlavə eləsək, o gəlib 16-ya çıxar ki, C nöqtəsi gəlib burada yerləşər. El düz xətti üzərindədir. Çünki burada deyək, el düz xətti üzərində olsun. El düz xətti üzərində A nöqtəsindən məsafəsi AB nöqtəsi arasındakı məsafədən 2 dəfə çox olan C nöqtəsi qeyd edin deyir. Yəni, el düz xətti üzərində C nöqtəsini qeyd edin deyir. Və C nöqtəsi 4-dən 12 vahid sağa 16-ya gələcək. Deməli, apsisi 16 olur. El düz xətti üzərində olduğundan koordinatı 3 olur. Deməli, A nöqtəsindən sağ tərəfdə yerləşən C nöqtəsinin koordinatı 16 və 3-dür. A nöqtəsindən sol tərəfdə yerləşənə diqqət edək. Yenə də burada 3 hissəyə baxsaq, 1, 2, 3. Buradan bu məsafə 6 olacaq. Yenə də 3 hissədə əlavə eləsək, yenə 6 məsafə olar, 12 məsafə -8-ə gələr. Digər tərəfdən yenə 12 vahid məsafəni nəzərə alsaq, 4-dən koordinat başlanğıcı nəzəri, yəni 0-a qədər 4 vahid, 12-dən 4 vahid çıxsa, qalır 8 vahid. Deməli, 0-dan da -8-ə qədər 8 vahid olar ki, toplam 12 vahid olar. Burada deməli, C iştirik qeyd elədik. A nöqtəsindən solda 12 vahid məsafədə yerləşən ədədin koordinatları -8 və 3 olar. B-nin də izahı bu qədər. C bəndinə baxırıq. Deməli, C-də nə deyir? A və B nöqtələrindən eyni məsafədə yerləşən el düz xəttinə aid olmayan hər iki koordinatı müsbət olan D nöqtəsi qeyd edin və koordinatlarını yazın. Biz təzədən şəkilə qayıdaq. Deməli, A və B nöqtələrindən eyni məsafədə yerləşən el düz xəttinə aid olmayan deyir. Deməli, A nöqtəsindən və B nöqtəsindən eyni məsafədə olması üçün A və B nöqtələrinin apsislər cəmini toplayıb yarım bölək 7 nöqtəsinə düşəcək.
4-dən 10'u toplasa 14, yarısı 7. Yəni simmetrik nöqtə olaraq 7 nöqtəsini götürsək, demək bu apsisi 7 olan və el düz xətti üzərində yerləşməyən istənilən nöqtə A və B nöqtə arasındakı məsafəsi eyni olacaq. Yəni burada bərabər yanlı üçbucaq yaranacaq ki, və burada oturacaq el düz xətti üzərində yerləşən AB məsafəsi olacaq. Diqqət edək. Məsələn, mən burada bir nöqtə götürmüşəm, ixtiyari nöqtə götürmək olar. D nöqtəsi götürdüm. D nöqtəsi deməli el düz xəttindən 2 vaid yuxarıda yerləşir. Deməli onun ordinatı 5-dir, apsisi 7-dir. 7 olma səbəbini dedik. Və yaxud mən götürərəm D nöqtəsini 1 vaid aşağı, yəni ordinatı 4 olar, apsisi yenə 7 olacaq təbii. Burada da qeyd eləmişəm. Və digər tərəfdən 7 və 2. Yəni 3 götürə bilməliyik. Çünki deyir ki, götürdüyümüz nöqtə el düz xətt üzərində olmasın. El düz xəttinə aid olmayan bir nöqtə olsun. Ona görə də deməli deyək ki, koordinatları 7, 3 ola bilməz. 7, 2 ola bilər, 7, 1 ola bilər və mənfi də ola bilməz, aşağıda düşə bilməliyik. Bəli, bu şəkildə biz bir neçə qiymətlər, nöqtələr, koordinatlarını göstərdik və bunlardan birini götürdük, 7, 5 nöqtəsi. Deməli, D variantında deyilir ki, D nöqtəsinin A və B nöqtələrindən eyni məsafədə olduğunu iki nöqtə arasındakı məsafə düsturuna görə tapın deyir. Diqqət edək, biz onu burada şəkildə qurmuşuq. Deməli, o, yenə deyirəm, bir nöqtəyə nəzərən baxaq, bu qiymətə görə baxaq. D nöqtəsi 7-5 nöqtəsidirsə, burada beləncə üçbucaq yaranır ki, o bərabər yanlı olduğu görünür zaten. Deməli, AD nöqtələr arasındakı məsafə ilə BD nöqtələr arasındakı məsafə təbii ki, eyni olmalıdır. Onda iki nöqtə arasında məsafə düsturunu tətbiq edilir. Onun üçbucaq şəklində burada qurmuşuq. Deməli, A nöqtəsi 4-3-dür, D nöqtəsi 7-5-dir. Deməli, biz də bilirik ki, iki nöqtə arasında məsafə düsturu uyğun koordinatlar fərqinin kvadratları cəmindən kök alınır. Deməli, onda 7 çıx 4-ün kvadratı üstəgəl, ordinatı olan 5 çıx 3-ün kvadratı. 7-dən 4 çıxda 3, 3-ün kvadratı 9, 5-dən 3 çıxda da 2, 2-nin kvadratı 4 edir və toplam AD məsafəsi kökdə 13 olar. Digər tərəfdən, burada biz D nöqtəsini özümüz götürmüşük. Biz D nöqtəsinin başqa bir nöqtə, məsələn 7-4 nöqtəsi götürsək, təbii ki, AD məsafəsi fərqli bir qiymətdə çıxa bilər. Yəni, o şərti bir cavab deyil. Yəni, hər, belə deyil də, dəqiq bir cavab deyil də. Yəni, hər kəs hansı nöqtənin qiymətini yazsa, ona görə iki nöqtə arasında məsafə düsturunu tətbiq edirik. Biz burada sadəcə mahiyyə olaraq göstəririk ki, yəni, nöqtə arasında məsafə düsturu bu şəkildə tətbiq olunacaq. D və B nöqtələr arasında məsafə yenə də koordinatları nəzərə alsaq, 7 çıx 10-un kvadratı üstəgəl 5 çıx 3-ün kvadratı deyək ki, yenə də kökdə 13 alındığı bəllidir. Burada da yazmışıq, fərqli qiymətlərlə tapıla bilər. Fərqli qiymətlər də ala bilər, onu biz biraz öncə də dedik. Və nəhayət, ən gözəl sual tiplərindən birinə gəlirik. Deməli, 13-dür bu sual. Rüfət yay tətilində bağban işlərini görməklə pul qazanmaq istəyir. O, ayda 24 gün, hər gün 8 saat işləmək və aşağıdakı qayda ilə hesablanan əmək haqqı tələb etməyi planlaşdırılır. Deməli, aşağıdakı qayda nədir? Aylıq zəhmət haqqı 300 manat. Deməli, burada biz yazmışıq 24 gün. Yəni, çünki yuxarıda qeyd olunub ki, bir ay müddətində bu, belə deyil, rüfət bir ay işləyir deyiriksə, o 24 gün işləyir əslində. Yəni, o bir ay cümləsi işlədiləndə biz onun 24 günə nəzərən baxacağıq. Bu 24 günə düşməsi normaldır. Məsələn, bazar günləri ola bilsin ki, iş günü deyilsə 4 gün, bir ay ərzində təxminən 4 gün burada gedir və yaxud ola bilsin ki, bəzi günlərdə, 6-cı günlərdə ola bilsin ki, nəzərə alınır. Yəni, yekun olaraq bir ay ərzində 24 gün işdə olur. Bizə əsas o hissə lazımdır. Deməli, normal bir gün ərzində, belə deyək, hər gün 8 saat işləyir. Yəni, bir gün ərzində 8 saat işləyir standart olaraq. Deməli, əlavə işlənilən hər dəqiqə üçündə 5 qəpik pul alır. Deməli, bunda belə çıxır ki, deməli, bir ay ərzində 24 gün işləyib 300 manat alırsa, əlavə
işlə görür. Belə deyək, məsələn, bir gün ərzində 8 saat işləmir, 9 saat işləyir. Əlavə nəzərdə tutulan vaxtdan əlavə işlədiyi üçün hər işlədiyi dəqiqə üçündə 5 qəpik pul alır. Bu hissədə isə onun belə deyək, işə gedib gəldiyi halda əlavə çıxan xərcləridir. Gündəlik əlavə xərcləri nədir? 1 manat 50 qəpik, yəni 1.5 manat nəqliyyat xərcidir, 4 manat yemək puludur. Biz burada ilk öncə nə etdik? Deməli, burada əlavə işlənən hər dəqiqə üçün 5 qəpik verilirsə, 5 qəpik manatla 0,5 manat deməkdir. Deməli, onda bir dəqiqəsinə 0,5 manat pul düşürsə, bir dəqiqəsinə 0,5 manat pul düşürsə, 60 dəqiqəsinə x manat pul düşər. Deməli, 60 dəqiqəndə 1 saat olduğunu bilirik biz. Biz istəyirik ki, 1 saatda neçə manat pul düşdüyünü tapaq. Deməli, onda biz tənasüblə eləsək, 60-ı vururuq 0,5-ə bölürük 1-ə. 60-ı 0,5-ə vurduqda, təbii ki, 3 alınır. Deməli, 60 dəqiqə ərzində bu hesablamaya nəzərən, hər dəqiqədə 5 qəpik qazanmanı nəzərə alsaq, 60 dəqiqə ərzində, yəni 1 saat ərzində 3 manat pul qazanır. Biz bu 0,5 manatı qəpiklə də baxa bilərdik, yəni 5 qəpik kimi. Onda 60-ı 5-ə vurduqda 300 qəpik edəcəkdir. 300 qəpik də təzədə biz manata çevirib 3 manat yazacaqdır. Deməli, biz buradan nəyi müəyyən elədik? Müəyyən etdik ki, 1 saata əlavə iş üçün 3 manat pul qazanır. Rüfət 1 saat əlavə işləsə, deməli, 3 manat pul qazanır. İndi, deməli, burada A və B variantları var. A variantına görə biz həllimizi aparaq. Rüfətin bir ayda əlavə işlədiyi müddət 12,1 saat olarsa, o nə qədər pul qazanar? Diqqət eləyək. Deməli, bir ay müddətində 12,1 saat əlavə işləyir. Biz də biraz öncə tapdıq ki, bir dəqiqəsinə 5 qəpik pul qazanırsa, əlavə işin 1 dəqiqəsinə 5 qəpik qazanırsa, 60 dəqiqəsinə, yəni 1 saatına 3 manat pul qazanır. Onda biz onu burada qeyd edək. Əgər Rüfət 1 saata 3 manat pul qazanırsa, tənasüb qururuq, 24,1 saata nə qədər pul qazanar əlavə olaraq? Biz bilirik ki, bir ay ərzində 12,1 saat işləyir bu əlavə olaraq. Deməli, biz də biraz öncə də dəqiqləşəcəyik. 1 saata 3 manat pul qazanır. Onda 12,1 saata y manat pul qazanar. 12,1 4-də 49 deməkdir. 4-də 49-da 3-ə vursaq və 1-ə böləndə bilirik ki, öz eləyəcək. 4-də 49-u 3-ə vurduqda 4-də 147 manat pul eləyər. Biz onu 4-ə bölərək də yaza bilərik. Mən belə saxladım. Bu qədər deməli əlavə qazancı olur. Deməli, Rüfətin bir ay müddətində şərt daxilində, A variantındakı şərt daxilində 12,1 saat əlavə işlədiyi üçün qazancı 147/4 manatdır. Yəni, bu cümlə biraz kəsirli olduğundan düzgün çıxmır. Əslində, bölüb yaza bilərdik ki, məsələn, burada bölmüşük herhalde 36 manat 75 qəpik. Belə deyək. Əlavə qazancı budur. İndi biz burada nəyə diqqət edəcəyik? Deməli, biz bilirik ki, bir də bu işlədiyi müddətdə onun əlavə xərci də çıxır. Biz xərci də diqqətimizdə saxlamalıyıq ki, bir ay müddətində, bəli, təbii ki, Rüfət, belə deyək, 36 manat 75 qəpik əlavə pul qazandı. Eyni zamanda bir ay müddətində ona standart 300 manat da pul verilir. 300 manat, yəni real olaraq onun aylıq deyək, maaşıdır. Digər tərəfdən də daha çox işlədiyi üçün əlavə qazancı da 36 manat 75 qəpikdir. Buna qarşılıq olaraq bir ay müddətində əlavə xərclədiyi pul hesablayıraq. Deməli, Rüfət 1,5 manat nəqliyyata və 4 manat yeməyə verirsə, onda belə çıxır ki, bir gün ərzində 5,5 manat xərci çıxır. 5,5-i mən kəsirlə göstərdim ki, vurma rahat olsun. Deməli, bir günə
5,5 manat xərci çıxır. Bizə bilirik ki, bir ay üçün hesablanan gün 24 gündür. 24 günə isə Z olar. Buradan Z-i tapsaq, 2 ilə 11-ə 24-ə vurarıq, 2 ilə 24 ixtisar edər və burada 132 manat alınır. Burada yeni bir sual çıxır. Yəni, yeni sual nə çıxır? Belə bir sual yarana bilir ki, burada 1,5 manat nəqliyyat xərcidir. Təbii ki, nəqliyyat bu biraz məntiqli görünür ki, Rüfət işə getdiyi üçün nəqliyyata pul verməlidir. İşə getmədiyi halda nəqliyyat pulu hesablanmaya bilər. Amma yemək pulu məsələsi biraz o qədər məntiqli çıxmır. Yəni, Rüfət işə getmədiyi halda da onsuz da yemək yeməlidir. Yəni, o günlük yemək pulu biz hesablamırıq. Yəni, işə getdiyi gün müddətində yemək pulu nəzərə alırıq. Çünki məsələn, oxuduğumuz qədərilə bu şəkildə başa düşülür. Əgər biz bu bir ay müddətinin 30 gün olduğunu nəzərə alsaq və burada digər 6 günün yemək pulunu da nəzərə alsaq, təbii ki, cavab fərqli olur. Amma biz burada 24 günə nəzərən xərci nəzərdə almışıq. Deməli, bir gün ərzində, yenə deyirəm, 5 manat 50 qəpik pul xərcləyirsə, 24 gün ərzində 132 manat pul xərcləyəcək. İndi diqqətimizi yığaq. Bir ay ərzində, deməli, Rüfət 300 manat pul qazandı. Bir ay ərzində əlavə işləyərək 36 manat 75 qəpikdə əlavə olaraq qazandı. Deməli, onda belə çıxır ki, biz ilk öncə Rüfətin qazanclarını toplamalıyıq. Deməli, aylıq maaşı 300 manatdır, 300. Bir də əlavə qazancı 147/4-dür. Yəni, kəsr şəklində vermişəm. Yenə deyirəm, o 36,3 manatdır deyək. Deməli, o da onun əlavə qazancıdır. Aylıq qazancı ilə, yəni maaşı ilə əlavə qazancını toplasaq, ümumi ay ərzində onun qazandığı pul olar ki, və bu puldan da deyək, yemək pulu ilə nəqliyyat pulunu çıxsaq, onu biraz öncə tapdıq, 132 manat çıxsaq, təmiz Rüfətin bir ay ərzində təmiz özünə qalan pulu tapmış olaraq. Burada da deyir ki, Rüfətin bir ayda əlavə işlədiyi müddət 12,1 saat olarsa, o nə qədər pul qazanar? Yəni, yekun olaraq əlinə gəlib təmiz özünə qalan pul nə qədərdir? Yəni, sual odur. Yəni, onda deməli 300 maaşı üzərinə əlavə edirik əlavə qazancını və çıxırıq bir ay nəzərdə tutulan bir ay, yəni 24 gün ərzində sərf elədiyi əlavə xərcini çıxırıq. Deməli, 300-dən 132 çıxsaq 168 qalar. 147-ni də 4-ə bölsək 36-dan 4-də 3 düşər. 168-dən 36-dan toplasaq 204,4-də 3-də bilirik ki, %75-dir. Deməli, 204,75 manat Rüfətin özünə pul qalır. Bunu biz daha dəqiq göstərsək, belə deyək təbii ki, 204 manat 75 qəpik Rüfətin deməli, yekun olaraq marşrut pulunu, yemək pulunu da çıxsa, özünə qalan pul 204 manat 75 qəpik olur. Deməli, B variantında nə deyir? Deyir, Rüfətin əlavə işlədiyi dəqiqələrin sayını T ilə alacağı pulu N qəbul edərək aylıq əmək haqqını hesablama düsturu yazın. Biz hal-hazırda burada çıxartdığımız düsturla A bəndində əslində cavabını ala bilirik. Amma düsturun çıxarışına baxaq. Bayaq, deməli, Rüfətin əlavə işlədiyi müddət saatla göstərildiyindən biz dəqiqəni saata gətirdik. Yəni, belə deyək, 1 saata 3 manat qazanır. Amma B variantında Rüfətin işlədiyi müddət, belə deyək, işlədiyi dəqiqə ilə göstərildiyindən biz birbaşa bu şərti tətbiq edə bilərik. Onda belə çıxır ki, 1 dəqiqə 5 qəpik qazanırsa Rüfət, T dəqiqəyə N qəpik qazanır. N-i tapmalıyıq. Biz bunu yenə də qəpik ilə yox, manatla verdik.
5 qəpiyin biz deyirik ki, 0,5 manatdır. Onda belə çıxır ki, 1 dəqiqəyə 0,5 manat qazanırsa, T dəqiqəyə M manat pul qazanar. M də aydındır ki, 0,5 T manat edər. Rüfətin əlavə qazancıdır bu. Diqqət edin, Rüfətin əlavə işlədiyi dəqiqələrin sayı T-dir. Yəni 5 dəqiqə işləyib, 10 dəqiqə işləyib bilmirik. Əsas odur ki, biz deyirik ki, 1 dəqiqəsinə 0,5 manat verirsə, T dəqiqəsinə də bu qədər pul əlavə qazancıdır onun. Alacağı pul N-dir. Biz bayaq A variantında nəzərən biz alacağı pulu tapmışdıq. Burada isə alacağı pulu N ilə verib və A variantında burada aylıq zəhmət haqqı 300 manat verilmişdirsə, indi aylıq zəhmət haqqını biz bilmirik. Aylıq əmək haqqını hesablama düsturunu yazın deyir. Biz aylıq əmək haqqını tapmaq üçün hansı düsturdan istifadə etməliyik, onu deyir. Deməli, aylıq əmək haqqı 300 manat burada göstərilmişdir. Hal-hazırda biz bilmiriksə, əgər aylıq əmək haqqı nə qədərdir, onu A qeyd edək. Deməli, Rüfətin aylıq əmək haqqı A manatdır. Əlavə qazancını da bayaq tapdıq. Əlavə qazancı da 0,5 T manatdır. Ona belə çıxır ki, aylıq qazancı ilə əlavə qazancını toplayırıq və bayaq A variantında tapmışdıq ki, 24 gün müddətində onun xərci 132 manat çıxır. Deməli, Rüfətin aylıq zəhmət haqqı A manatdırsa, üzərinə də əlavə qazancın gəldik 0,5 manat, 0,5 T manat və ondan çıxacağıq, deməli, 132 manat xərcinə çıxacağıq. Bu xərci çıxdığımız zaman yekun olaraq Rüfətin əlinə çatan pulu tapacağıq ki, o da N ilə qəbul edilib. Eyni ilə buradakı kimidir. Baxın, aylıq qazancı 300-dür, onun yerində A durur. Deməli, əlavə qazancı 36 manat 75 qəpikdir. Onun yerində 0,5 T manat durur və ondan 132 ay ərzində sərf etdiyi, xərclədiyi pulu çıxırıq ki, yekun nəticəni tapırıq ki, onu da M ilə işarə etmişik. Burada aylıq əmək haqqını hesablama düsturu deyil. Deməli, biz A-nı tapmalıyıq. Buradan A bərabərdir. N 0,5 T o tərəfə keçsə, sağa keçsə, 0,5 T plus -132 də sağa keçsə, plus 132. 0,5 T bilirik ki, %5-dir. Hər tərəfdə 5-ə bölsək, 20-də 1 T deməkdir. Yəni, T böl 20 deməkdir. Biz onu cavab olaraq bu şəkildə veririk. Düstur çıxarışı. A bərabərdir. N çıx T böl 20 plus 132. Demək, biz burada nəyi tapırıq? Yenə deyəm, Rüfətin aylıq Rüfətə bir ay ərzində verilən aylıq maaşını tapmış olur. Bir ay ərzində deməli, biz bu düsturdan istifadə edərək aylıq maaşını tapa bilərik. Bu düsturda deməli, bizə verilməlidir Rüfətin bir ay ərzində işlədiyi zaman yekun olaraq əlində qalan pulun məbləği, yəni M, bizə verilməlidir. Deməli, deyək ki, neçə dəqiqə işləyibsə o, məsələn, əlavə olaraq 10 dəqiqə işləyib, 20 dəqiqə işləyib və yaxud 5 saat işləyib, o verilməlidir və biz o halda onun üçün, yəni Rüfət üçün nəzərdə tutulmuş aylıq əmək haqqını bu düsturdan istifadə edərək tapa bilirik. İzahımız bu qədər. Digər izahları inşallah sabah axşam yenə də digər səhifələrin izahını verəcəyik. Modul 1-in digər 5 və 6-cı səhifələri sabah inşallah sizlərə göstəriləcək. Sağ olun. Bir daha deyirəm, xahişimiz abunə olmağı unutmayaq. Sağ olun.